İndi mənə tramvay lazım deyil. Bax, mən buradan səmimi. Bakıya bu dəqiqə tramvay lazım deyil. Bakıya bu dəqiqə su kanallarının çəkilməsi lazımdır. Bakıya bu dəqiqə tıxacın aradan qaldırılması lazımdır. Bakıya bu dəqiqə gənclər üçün normal qiymətə evlərin tikilməsi lazımdır. Bakıda bu dəqiqə sənədsiz evlərin sənədləşdirilməsi məsələləri lazımdır. Bakını şəhərə Bambey eləməyin də. Bambeyə dönürük yavaş-yavaş. Fikir verirsiniz belə. Tam Çox belə. İndi ruhiyyəti deyirlər. Biz şəhər salma var, hər şey artıq planlıdır. Planlı filan deyil. Deyin qiymət qalxıb. Deyək ki, əvvəl məsələn bu qədər idi, rüşvətli filanlı binanın tikilməsi, indi o qədər. O da gəlir 2000 belinə yüklənsiniz xanım. Sizin mənim kimi yetim sürün. Gedə görə ev ala biləcəklər. Bəli, kvadratda fantastik qiymətlər. Artıq divar var. Görməmişliyə baxın, qanunvericiliklə də ziddi. Bax, buradan prokurorluğa da çağırır. Divarı kvadrata salırlar. Sabah bilirsiniz nə edəcəklər? Binanın kölgəsini kvadrata salacaqlar. Sən binanın kölgəsi düşdüyü yer. Vallahi ciddi deyirəm. Ya bu qədər özbaşınalıq, bu qədər görməmişlik, bu qədər vəhşilik nə etmək istəyirsiniz? Yəni insanları boğaza yığıb neyniyəcək? Baxın mən baxdım da indi TikTokda siz də baxırsınız, o canlı yayım açırlar, ağzan deyər də adam deməsin, neynəsin? Bütün 20 il yığıb yığışdırdığı, tikib gəlib suyun altında qal. Və deyir 3 gündür, 4 gündür bir adam gəlib soruşmuş ki, sən neynirsən burada? Burada körpə var, məktəbli yaşlı uşaqlar var, bağçaya gedən uşaqlar var, tam xəstə yaşlılar var, hamilə xanımlar var bu suların içində. Dövlət, hanı dövlət? Hardasan dövlət? Dövlət ancaq alanda mı dövlətdir? Ancaq vergidə mi dövlətdir? Ancaq cəza kəsəndə mi dövlətdir? Nədir qardaş bu maşınlar, nasoslar vurun suyu çıxardın da. Ya burada qanunsuz tikilib. Qanunsuz tikilən yerdən işıq pulu almırsan, su pulu almırsan, qaz pulu almırsan, alırsan, bələdiyyə pulu almırsan, alırsan, rüşvət almırsan, alırsan. Bu qaz çəkilib, işıq çəkilib bura. Necə çəkilib? Öz başına işıq çəkə bilməzsən. Qanunsuz necə tikilə bilər? Qardaş mən yenə deyirəm, o məmurların böyük əksəriyyətindən daha əvvəl Bakıda yaşamışam, Bakını görmüşəm, onların çoxu doğulmamışdı heç. Mən tam səmimi deyirəm, mən Bakı küçələrini gəzəndə, Bakı kubinkalarını filanlarını gəzəndə Nərimanov, Montin indi bahalı yerlər oldu. Montinin bəyənilmədiyi vaxtlarda mən orada oxumuşam, 10 il Montində oxumuşam. Yəni qardaş, niyə bu günə qoyursunuz Bakını?